Salam aleyküm Ağdam Birliği. Hər birinizə salamlayıram. Hər vaxtınız xeyirli, gününüz uğurlu, bərəkətli olsun. Allah sizləri eldən abadan, birliyimizdən əski eləməsin. Burada Ağdamın Qalayçılar kəndi, köhnə döyüşçülər, qazilərimiz buranı yaxşı tanıyar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bax, bura Qalayçılar kəndidir. Bax, hala, biraz irəli yaxınlaşdıra bilmədim. Ona deyir, məni post olubdur. Cənnətdir, cənnət. Allah bunların tifağını da alsın. Görün, bizim neçə ildir biz bu cənnətlərdən məhrumuq. Gözəl Ağdamımızın gözəl kəndi. Qalayçılar kəndi. Öpürəm hər birinizi bağrıma basıram, özünüzdən müğayət olun. Bu Qalayçılardan sonraki kətdir. Bu kəndin adını bilən varsa, mənə desin də, mən bilmirəm. Bu kəndi bura birinci səfərdə olan. Bura Qalayçılardan sonra olan kətdir. Gözəlliyə baxın insanlar. Gözəlliyə baxın. Qara basantı ilə gəlmişəm. Qərbədir də, cənnət məkandır. Amma bilmirəm bu hansı kətdir. Qalayçılardan sonraki kətdir, hansı kətdirsə. Ağdərə rayonu Məlikli kəndi. Məlikli kəndi. Buna baxın sən canım. Cənnətə bax. Gözəlliyə bax. Əbalimenin Allah tifağını dağıtsın. Bizi haralarda məhrum eliflər. Bu nədir? Bu nə gözəllikdir. Burada adam qocalar. Burada adam ölər. Məlikli kəndi. Bundan qabaq çəkdiyim kətdən sonra 3-cü kətdir də elə bilsin. Quşların səsi, qırqoğulun səsi, kəhliyin səsi, çayın səsi, hamısı qarışıb bir-birinə.